Güneşidin, qürub eylədin, ana qürubuna düzə bilmirəm. Məni bu dünyada qərib eylədin, itirdim qibləmi, gəzə bilmirəm. Naxçıvan ədəbi mühitində seçilən, sevilən və hörmət görən bir şairəmizdir. O incə qəlbli bir şairə idi, zərif ruhlu bir xanım idi, gözəl ana idi, qiymətli bir ziyalı idi. Yaradıcılığı ilə, xüsusən də bir dramaturq kimi Azərbaycan ədəbiyyatına və milli teatr tariximizə mənzum dramların ilk müəllifi kimi daxil olub. O dramaturgiya və şeiriyyata özünü həsr eləməyi bu təsadüfi deyildi. Kəmalə xanımın nailiyyəti, uğuru nədəndir? Aktyorla işləməyi bacarırdı. Ana düşünürəm, gözlərimdə yaş, həyatın bu hökmü olmayaydı kar. Azərbaycan ədəbiyyatının zərif duyğulu poeziyası və dərin məzmunlu dramaturgiyası haqqında danışarkən Kəmalə Ağayevanın adı xüsusi bir ehtiramla çəkilir. Onun qələmi sanki ana təbiətin rənglərinin sözlərə köçürən, insan ruhunun ən incə tellərini titrədən bir sehirdir. Kəmalə xanım həm lirik misraları, həm də səhnə əsərləri ilə oxucusunun qəlbində mənəviyyat, vətənpərvərlik və sevgi körpüsü qurmağı bacaran, ömrünü söz sənətinə çıraq edən sənətkarlarımızdandır. Mən Kəmalə Ağayevanı şəxsən tanıyırdım. O incə qəlbli bir şairə idi, zərif ruhlu bir xanım idi, gözəl ana idi, qiymətli bir ziyalı idi, yaxşı tərcüməçi idi, şairə idi, nasir idi, dramaturqudur. Yəni, bu adların hamısını özündə birləşdirən mükəmməl bir xanım idi. 1975-ci il teatra təzə gəlmişdim, heç yadımdan çıxmaz. Teatrın foyesində, gəzən insanların içərisində sakit, səmimi, ilk baxışdan çox humanist görülən bir insanla rastlaşdıq. Bir müddət işləyəndən sonra artıq bu insanın teatrın ədəbi dram hissə müdürü olduğunu mən öyrəndim. Bu insan Kəmalə xanım Ağayeva idi. Kəmalə xanım məlumdur ki, öz yaradıcılığı ilə, xüsusən də bir dramaturq kimi Azərbaycan ədəbiyyatına və milli teatr tariximizə mənzum dramların ilk müəllifi kimi daxil olub və öz adını demək olar ki, bizim ədəbiyyat teatr tariximizə əbədi olaraq belə şəkildə həkk eləyib. Kəmalə xanım ümumiyyətlə yaradıcılığa çox gənc yaşlarından başlayıb, şeir yazmağa, tələbəlik illərindən. Naxçıvan ədəbi mühitində seçilən, sevilən və hörmət görən bir şairəmizdir. Kəmalə Ağaqızı Ağayeva 1936-cı il iyul ayının 10-da Naxçıvan şəhərində doğulub. 1953-cü ildə Naxçıvan şəhər 2 nömrəli orta məktəbini bitirərək həmin il Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun Fransız dili fakültəsinə qəbul olunur. Hələ orta məktəb illərindən ədəbiyyata, şeirə, teatra böyük maraq olan Kəmalə elə 1-ci kursdan bu ali təhsil ocağında fəaliyyət göstərən Ədəbiyyat Dərnəyinin ən fəal üzvlərindən biri olur. O zaman bu dərnəyə gənc şair Hüseyn Hüseynzadə, sonralar xalq şairi kimi məşhurlaşan Hüseyn Arif rəhbərlik edirdi. Dərnək rəhbəri Kəmalənin xüsusi istedadını sezib, əlamətlər və bayram günlərində ali məktəbdə keçirilən tədbirlərdə vaxtaşırı onun da şeirlərini səslənməsinə şərait yaradır. Kəmalə Ağayeva artıq 3-cü kursdan burada tələbə şairə kimi məşhurlaşır. 4-cü kursda oxuyarkən ilk dəfə olaraq mərkəzi mətbuatda Azərbaycan jurnalında onun Hilal olaydım şeiri dərc olunur. Kəmalə Ağayeva Naxçıvan ədəbi mühitində parlayan ulduz kimi görünür. Azərbaycanda zaten qadın yazarlar, kişi yazarlardan azdır. Ancaq onların da bir sırası var. Məsələn, Məsəti Gəncəvi, Heyran xanım, Dümbili,
Aşıq Pəri, Nicar Rəfibəyli, Mədinə Gülgün, Mirvarid Dilbazi, Hökümə Billuri, Çamalə Ağayeva da o sırada gəlir. Çox maraqlıdır Çamalə Ağayeva, regionda yaşaya-yaşaya. Və mən bir dəfə Hüseyn Razi haqqında bir şey oxudum. Dedilər, böyük adamlardan biri demişdi ki, əgər Hüseyn Razi bölgədə yaşamasaydı, mərkəzdə yaşasaydı, o daha şöhrətli bir şair olardı, tez tanınardı və Çamalə Ağayeva haqqında da bu fikirləri demək olar. Kəmalə xanım əsasən vətənini, torpağını sevən bir adam olub. Və bir dənə yeganə xüsusiyyəti odur ki, Kəmalə xanım uzadan danışmağı sevməzdi. Çox yavaş, astadan öz sözlərini deyərdi. Və vətənə olan bağlılığı da onun öz şeirlərində var. O şeirlərində göstərir. Mövzular çoxdur təbii ki. Onun məhəbbət mövzusu da var. Dünya mövzusu da var. Amma ən çox vətənlə bağlı onun şeirləri çoxdur. Əriyib axşama qarışanda gün, o uca göylərdə hilal olaydım. Nura qərq eyləyib bütün aləmi, mən vətən mülkünə nəzər salaydım. Görəydim o sıra qarlı dağları, yaşıl zəmiləri, biçənəkləri, baxıb heyran-heyran seyr eyləyəydim hər düşən axşama, doğan səhəri. 1957-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vuran Kəmalə Ağayeva doğma Naxçıvana qayıdır və təyinat aldığı indiki Babək rayonunun Şıx Mahmud kənd orta məktəbinin fransız dili müəllimi kimi ilk pedaqoji fəaliyyətinə başlayır. Bir il sonra Naxçıvan teatrının baş rəssamı Məmməd Qasımovla ailə həyatı qurur. 3 övlad sahibi olur. 1959-cu ilin sentyabrında ailə vəziyyəti ilə əlaqədar Naxçıvan şəhər 1 nömrəli orta məktəbdə fəaliyyətini davam etdirir. 1961-ci ildə Naxçıvan şəhərində yenicə yaradılan internat məktəbində fransız dili müəlliminə ehtiyac olduğu üçün Kəmalə Ağayeva həmin vaxtdan tam 30 il burada pedaqoji fəaliyyət göstərir və özünün təşkil etdiyi ədəbiyyat dərnəyinə də rəhbərlik edir. Pedaqoji fəaliyyəti ilə yanaşı Kəmalə Ağayeva ədəbi yaradıcılığını da eyni həvəs və coşğu ilə davam etdirir. Mən də hələ məktəbə getmirdim, körpə uşaq kimi. Məni də orada dərnəklər axşam saatlarında olduğuna görə əlimdən yapışıb məni də özünə yoldaş kimi aparırdı. Mən özü ilə bərabər axşam saatlarında da biz bir yerdə evə qayıdıb gəlirdik. O vaxtdan o məktəbin nəsə mühiti, oradakı hər zaman yeni il şənlikləri, yolka şənliklərində mən iştirak edirdim istər-istəməz. Və nəhayət ki, mən də yuxarı sinifləri o məktəbdə təhsil almaq qərarına gəldim. Və qismət belə gətirdi ki, 10-cu sinifdə mənim də fransız dili müəllimim elə Kəmalə xanım özü oldu. Və qeyd edeyim ki, hətta uşaqlıq dövründən elə biz evdə də bir-birimizlə mənə çalışırdı. Bəzən fransız sözləri ilə mənə müraciət edirdi, mən də ona cavab verirdim ki, yəni o dili də mən yaxşı mənimsiyim. O dramaturgiya və şeiriyyata özünü həsr eləməyi bu təsadüfi deyildi. Çünki Kəmalə xanımın atası Ağa müəllim çox gözəl incəsənət xadimi olub. Yəni Ağa müəllimin şeirlərindən qidalanan Kəmalə xanım sonradan sonraya şairə olmağı planlaşdırdı. Doğrudan da özünü bir sənət adamı kimi təsdiq elədi və həyatda xoşbəxtliyi ondaydı ki, Kəmalə xanımın insan kimi formalaşmağı da bacarırdı. İnsanlarla ünsiyyətdə heç vaxt insanların qəlbini qırmamaq, onlara düzgün yol göstərmək, həyatın gerçəkliklərinin nə olduğunu onlara aşılamağı Kəmalə xanım çox gözəl bilirdi. Öz səssizliyi ilə, öz necə deyim, gizli dünyası ilə, o gizli dünyada çox böyük, mən deyərdim ki, insani keyfiyyətlər formalaşırdı. Və biz həmişə onu ehtiram edirdik. Cavanlar və onun öz yaşıtları və öz yaşından böyük olan insanlar da Kəmalə xanıma sözün əsl mənasında bir insan kimi, şəxsiyyət kimi çox yüksək səviyyədə baxırdı və təbii ki, sənət adamı kimi də çox böyük hörmət göstərirdilər. Kəmalə Ağayeva gənclik şeiri ilə ədəbi mühitdə diqqəti cəlb edərək görkəmli şairlərin yüksək qiymətini qazanmış və Yazıçılar İttifaqına üzvlüyə layiq görülmüşdü. O, eyni zamanda Muxtar Respublikada bu ittifaqın ilk qadın üzvü kimi ədəbiyyat tarixində özünə məxsus yer tutmuşdur.
Azərbaycan yazıçılarının səyyar plenumu keçirilib və burada Rəsul Rza öz çıxışında bütün yazıçılar, şairlər burada Naxçıvana toplaşmışdı. Və öz çıxışında qeyd edilib ki, Kəmal xanımın Azərbaycan jurnalında gənclik şeiri dərc olunub. O şeiri o diqqətlə oxuyub və təklif verib ki, məhz bu şeirə görə Kəmal xanım birbaşa Yazıçılar İttifaqının üzvlüyünə qəbul oluna bilər. O zaman da Yazıçılar İttifaqı birbaşa, yəni SSR Yazıçılar İttifaqı paralel olaraq Azərbaycan Yazıçılar İttifaqının üzvü deməkdir. Və Muxtar Respublikada SSR Yazıçılar İttifaqı üzvlüyünə qəbul olunmuş ilk qadın kimi də o, yəni belə bir ədəbiyyat tariximizə düşübdür. Naxçıvanda yaşasa belə Kəmalə Ağayeva Azərbaycan şairləri sırasındadır və onun yenilikləri var. Bu yeniliklərə görə onun ədəbi dildə qiyməti vardı. Yeniliklərdən biri ondan ibarətdir ki, Kəmalə Ağayeva Azərbaycanda ilk mənzum pyeslərin müəllifi olan xanımdır. Yəni xanımlar içərisində Kəmalə Ağayeva kimi mənzum dram əsərləri yazan olmayıbdır. İlk dəfə Kəmalə Ağayeva yazıbdır. Bu baxımdan bu onun yeniliyidir. Sənət ürəklisən, sənətkarlısan. Cəlilin, Cavidin sözü səndədir. Məhəbbət mülkündə etibarlısan. Səydin, heyranın sözü səndədir. Qoynunda möhtəşəm abidələr var. Onlar əcəmidən qalır yadigar. Bir mimar gözünün nurudur onlar. Sanki əcəminin özü səndədir. 22 yaşında qələmini dramaturgiya yönəldən Kəmalə Ağayeva Məhsəti mənzum pyesini ərsəyə gətirərək ədəbiyyat və teatr aləmində yeni bir səhifə açır. Naxçıvan səhnəsindən başlayaraq böyük uğur qazanan bu əsər ona həm tamaşaçı rəğbəti, həm də Azərbaycan dramaturgiyasında ilk peşəkar qadın dramaturg kimi əbədi bir mövqe qazandırır. Mən uşaqlıqdan şeir yazmaqla bərabər həm də nağılları səhnələşdirirdim və məhəllə uşaqlarını toplayaraq teatr göstərirdik. Çox həvəsim var idi. Elə oldu ki, ailə həyatı qurduqda da qismətim teatr işçisindən birinə oldu. 8 mart günü idi. Yoldaşım içəri girib mənə dedi ki, səni təbrik eləyirəm. Bir şairin kitabını başqa bir şairə bağışlayıram. Uzatdı mənə bir kitab. Baxıram ki, Nigar xanımın Məhsət xanımdan çevirdiyi rübailər kitabıdır. Və mən dedim ki, mən şair deyiləm. Amma bunu böyük məhəbbətlə oxuyacağım bu kitabı. Mənə şair deməmə, utanırdım mənə elə deyəndə. Halbuki 20 yaşında artıq mən Yazıçılar İttifaqının üzvü idim. Şeirlərim çap olurdu Azərbaycan jurnalında. Həmin kitab mənim həyatımda belə bir rol oynadı ki, ona görə də mən Nigar xanıma borcluyam həmin pyesin yaranmasında. Nigar xanım əgər onu çevirməsəydi, mən fars dilini bilmirdim ki, heç də oxuya bilməyəcəkdim o rübailəri və o yaranmayacaqdı. Deməli, 8 mart gününün hədiyyəsi belə bir əsərin yaranmasına səbəb oldu. 2 il ərzində mən Məhsəti pyesini yazmalı oldum. Yəni, gecə-gündüz elə olurdu, gecələr yatmırdım. Çox böyük həvəslə işlədim onu və bir qədər də gəlib Bakıda, arxivdə, sonra əl yazmalarda, Axundov kitabxanasında çalışmalı oldum. Görüm Məhsəti kimdir? Axı onun demək, hansı şeirləri, yazıları var. Mən onu tam dərinliyinə, həyata necə keçib öyrənməli idim. Mən onun rübailərini oxuduqca hər rübaidən bir səhnə çıxarırdım. Özüm çalışırdım ki, bu niyə belə yazıb? Yəqin dərdli olub, incidiblər. Yaxud da məsələn, qızlarla, Rəfail müəllim dediyi kimi, qızlarla bəlkə də şeir məclisləri qurulmuş. Bunları hamısını rübailərindən çıxararaq mən səhnələr qururdum. Mən nəhayət hazır olduqdan sonra, mənim o vaxt 21 yaşım var idi. 21 yaşında onu yazmışam, gətirmişəm. Heç kim inanmırdı Mədəniyyət Nazirliyində ki, mən yazmışam onu.
Mən Yazıçılar İttifaqına müraciət elədim. Dedim, belə bir pyes yazmışam, neyniyim mən? İndi qalıb əlimdə. Mehdi Hüseyn rəhmətlik idarə heyəti çağırdı, tənqidçiləri, böyük yazıçıları, dramaturqları çağırdı o idarə heyətində bu pyes oxundu. İlyas müəllim, İlyas Əfəndiyev lap başda oturmuşdu, rəhmətlik. Mehdi Hüseyn birinci ona söz verdi. Dedi ki, nə deyirsiniz bu pyes haqqında? Qız yazıb qoyub ortaya. Nə deyirsiniz, sözünüz nədir? İlyas müəllim durdu ayağa, Allah rəhmət eləsin. Durdu ayağa, dedi ki, mənim heç bir sözüm yoxdur deməyə. Bircə onu deyəcəyəm ki, bu qız çörəyimizi əlimizdən aldı. Mehdi müəllim də dedi ki, bu qız balaca məhsətiymiş, xəbərimiz yoxdur. Çox böyük təntənə ilə qəbul elədilər, Azərbaycan jurnalı bu pyesi çap eləsin. Elədilər, çap elədilər və ondan sonra cürətləndi, Gülrü xanımın da köməkliyi ilə təsdiq elədilər. Oynadılar, 65-ci ildə gəlib Bakıda göstərdilər onu. Onun Məhsəti pyesi, mən deyərdim ki, Azərbaycan dramaturgiyasında özünə məxsus yerlərdən birini tutan dram əsəri idi. Yəni, Məhsətinin faciəsini çox gözəl qələmə alan Kəmalə xanım Ağayeva özünü, mən deyərdim ki, öz ruhundan da o tamaşaya qatmışdı. Çünki Məhsəti şairə idi bildiyimiz kimi və Kəmalə xanımın həyatı da o sahədən olduğuna görə onu çox gözəl başa düşürdü. Başa düşürdü ki, Məhsətinin çəkdiyi o istiraplar, Məhsətinin necə deyim, qələmə aldığı o şeirlər onun daxili dünyasının zənginliyindən xəbər verir. Ona görə ki, Kəmalə xanımın öz dünyası da çox zəngin idi və ora qatqı verəndə bu dünyadan mən deyərdim ki, dram əsəri ən yüksək səviyyədə özünü təsdiq eləmişdi. 68-ci ildə Naxçıvan teatrına, aktyor trupasına qəbul olan vaxtı gözəl bir tamaşa. Mənim heç vaxt yadımdan çıxmaz. Məhsəti. Mən bunu niyə xüsusi qeyd edirəm? Ona görə ki, 65-ci ildə mənim 11 yaşım vardı. Naxçıvan teatrı dekada deyirik, Bakıya qastrol səfərinə gedəndə məhz bu tamaşa ilə orada çıxış elədilər. Mən də uşaq yaddaşımda yadda qalan nə olub? O sənətçilər, Kəmalə xanımın Mənzum pyesi, orada danışıq tərzləri, 12-ci əsrə aid yerişlər, pafoslar mənim heç vaxt yadımdan çıxmaz. Mən Kəmalə xanımı niyə xüsusi qeyd edirəm? Onun qələmi də yumşaqdır. Bilirsiniz, şeiriyyatdır. Amma onu deyilmə, yadda qalma, ifa tərzi xüsusi qeyd olunmalıdır. Məhsəti Naxçıvan teatrının səhnəsində qoyulanda mən xətib obrazını oynuyordum orada. Çox maraqlı bir obrazıdır. Yəni, obrazın böyüklüyü, kiçikliyi o qədər fərqli olmasa da aktyor o obrazı mütləq mənada hansısa səviyyəyə qaldırır. Və doğrudan da o əsərdə olan ki, o bayaqları mən qeyd elədim ki, hadisələrin gedişi, ondan sonra Məhsətinin ilkin vaxtlarda o öz dünyasına qapılanda onu heç kim qəbul eləmək istəmirdi. Yəni, həmişə təqiblərə məruz qalırdı Məhsəti və bununla bərabər də yəni orada mənfi obraz olan xətib həmişə izləyirdi Məhsətini ki, o nə yazır, nə edir, o öz dünyaları olduğuna görə ora müdaxilələr olunurdu insanlar tərəfindən ki, o dünyanı dağılsınlar. O dövrdə biz mühümmatın ən yüksək səviyyədə olduğu bir vaxtda şairliyə çox pis baxırlar, şair dünyasına çox pis baxırlar, teatra çox mənfi şəkildə münasibət göstərirlər və buna görə də mən xoşbəxtəm ki, Kəmalə xanımın əsərlərində rol almışam. Teatra yenicə təyin olmuş Baxşı Qələndərli bu məşqləri aparırdı, baş rejissor kimi. Və mən də o vaxt 5 yaşında bir körpə uşaq olduğuma görə və evin tək övladı olduğuma görə axşam məşqlərində də məni də gətirirdilər. Həmin zalda oturub bu məşqləri müşahidə edirdim. Və gündüzlər dərsdə olduğuna görə o müəllif kimi məşqlərdə ancaq axşam məşqlərində iştirak edə bilirdi. Ona görə də mən evdə tək qalmayım deyə məni də özləri ilə bərabər gətirirdilər. Atam da eyni zamanda tamaşanın qurucusu rəssamı idi.
Və məlum idi ki, artıq dram teatrın indiki möhtəşəm binası istifadəyə verilmək ərəfəsindədir. Ona görə də bütün kollektiv demək olar ki, məsuliyyətlə çalışırdı. Hətta məşqlər gecə deyim ki, saat 10-a 11-ə qədər çəkirdi və mənə də orada mürgülürdüm, yuxu tuturdu. Hər zaman elə atamın qucağında, evdə yaxın idi, evimizdə gəlirdim və nə vaxt məni yatağa uzadırdılar, heç xəbərim olmurdu. Və nəhayət ki, 64-cü il oktyabrın 24-də dram teatr öz pərdələrini ilk tamaşaçıların üzünə açdı. 68-ci ildən teatra gələndə bir çox əsərlərdə ifa elədim rolları, yerli dramaturqların və mənə qismət oldu ki, universiteti qutarandan sonra Naxçıvan teatrında məhz bu əsərə müraciət elədim, rejissor kimi. Bu, əlbəttə ki, bayaq dediklərim kimi mənim arzum idi. Gəncə hökmdarı və Məhsəti, o ikisinin diyaloqu mənim heç vaxt yadımdan çıxmaz. Çünki niyə? O vaxtı Gəncə hökmdarını deyək ki, Məmməd Quliyev oynayırdı, Məhsətini Zəroş xanım oynayırdı, Tərgülü anam Sofiya xanım oynayırdı, Bəlx hökmdarını Xədicə xanım oynayırdı və bir çoxları elə gözəl ifa edirdilər ki, mən bunları cavan aktyorların üzərində işlədim. Uğurlu da alındı 2004-2005-ci illərdə və uğurlu tamaşa əmələ gəldi. Nədən irəli gəlir? Kəmalə xanımın qələmindən. Məhsəti dramı da Azərbaycanın müxtəlif teatrlarında tamaşaya qoyulub, şöhrət qazanıb. Onu da Naxçıvanda mən o tamaşaya baxmışam. Məhsəti rolunu Elmirə xanım oynayırdı. İndi təəssüf ki, Naxçıvan teatrında deyil, Sumqayıt Dövlət Dram Teatrında çalışır, amma onun rolu heç yadımızdan çıxmayıbdır. Əsər çox təsirli əsərdir. Kəmalə Ağayeva sanki tarixçidir, tarixi bilir, tarixi hadisələri çox gözəl xronoloji ardıcıllığına veribdir və Məhsəti Gəncəvini bizə tanıdıbdır, olduğu kimi tanıdıbdır. Yəni tarixdə olduğu kimi, həyatda olduğu kimi tanıdıbdır. Gəl, gəl ki bir zaman olarıq torpaq. Gəl qəmdən qüssədən azad yaşayaq. Ömür ki bir dəfə verilir bizə. Niyə bu dünyaya pərdədən baxır? Rübəndə açmağa hünər gərəkdir. İnsan da hünərlə yüksələcəkdir. Ey bir xəbər insan, ömür gödəkdir. Durma. Hünər eylə, hər albata gəl. Tamaşa çox böyük uğurla getdi, çox böyük alqışla. Hətta biz görmüşük ki, tamaşanın sonunda bütün yaradıcı heyət pərdə önünə dəvət olunur, alqışlanır, gül çiçək təqdim olunur. Ancaq burada ikinci pərdədən sonra yəni tamaşaçılar o qədər aludə olmuşlar, o qədər yəni rəğbətlə qarşıladılar ki, o alqışların arası kəsilmədi və bütün yaradıcı heyət pərdə önünə gəldi. Mən də anam da məni yanında oturtmuşdu, təxminən bir 3-cü sırada oturmuşduq kənar tərəfdən. Və onu da təkidlə deyirdilər ki, gördüm zalda müəllif səsləri gəlirdi və onu da səhnəyə dəvət etdilər. Və anam çox həyəcanlı idi və həyəcandan yəni 5-6 addım atıb o pillələrlə səhnəyə qalxmaq əvəzinə məni də əlimdən yapışıb foyeyə çıxdı və foyedən gəlib səhnənin böyründən məni burada səhnə arxasında olanlara tapşırdı ki, çıxım səhnəyə qayıdıram. Və bütün gül çiçəklər ona təqdim olunandan sonra o qədər həyəcanlı imiş ki, səhnədə unudub gəlib həmin gül çiçəklər mənim oturduğum kresloya qoyur. Və mən də o zaman buradakı məşqlərdə böyük maraqla baxırdım ki, burada heç vaxt zaman pərdə açılıb bağlanmırdı. Amma son 2-3 məşqdə, böyük teatrda, o yekun məşqlərdə pərdələr də açılırdı, bağlanırdı, hamı geyimdə, grimdə, yəni tamaşada necə olacaqsa elə məşqlər gedirdi. Mən orada da iştirak elədiyimdən məni fikir götürürdü ki, bu pərdələr gəlir, bu necə birləşir, harada birləşir. Və gördüm ki, səhnədə hamının başı qarışıqdır. Atam da aktyorlara baxır, geyiminə fikir verir, dekorasiya dəyişilir, səhnə fırlanır, başqa bir məkan. Dedim, fürsətli qoy görüm, bu pərdənin birləşən yeri haradır. O pərdəni vura gəlib, mərkəzə çatanda biraz araladım, gördüm ki, rəngbərək işıqlar düşüb, demək projektorlar artıq yanıb, zalın işıqları sönüb və gözləyirlər ki, səhnədən siqnal yazın, pərdə asılsın, 3-cü pərdə başlasın.
Və mən istər-istəməz dedim, görüm bu işıqlardan bu tərəfdə də var, yoxsa yox. Oradan başımı çıxardığımda bütün zal gülüşdü və əl çaldı. Anam deyir, onda başımı qaldırdım ki, hələ musiqi də çalınmadı, cəmaat nəyə əl çalıyor. Bir də gördüm ki, deyir, sən də orada baxırsan pərdənin arasından. Yəni, evə gəldik, mənə də atam, anam sual verdilər ki, sən niyə səhnəyə elə çıxdın, nə oldu? Dedim, mən də sizdən bərabər bu məşqlərdə iştirak edirdim. Mənə də əl çalınmalıdır, yoxsa yox, mən də çıxdım. Beləliklə, mən elə, demək olar ki, o dövrdən, elə 5 yaşımdan həmin teatrın indiki binasında boya başa çatmışam. Bütün ard-arda, bəzən məşqlərdə, bəzən də bütün tamaşaların ilk tamaşasında bilavasitə istər-istəməz iştirak eləmişəm. Və bu teatr mühiti, teatr atmosferi məni də bu sənətə yönəlməyə məcbur elədi, həvəsləndirdi və ona görə də mən bu incəsənət yolunu seçib, yəni teatr sahəsi üzrə ali təhsil aldım. Azərbaycan Dövləti o zamanki İncəsənət İnstitutu, indiki Mədəniyyət İncəsənət Universitetində. Kəmalə xanımın ailəsi də sənət dünyasının nümayəndələrindən ibarət oldu. Yəni, Məmməd müəllim Qasımov, Kəmalə xanımın həyat yoldaşı, teatrda rəssam, daha doğrusu icraçı rəssam, baş rəssam səviyyəsinə qədər gəlib çatmışdı. Bu da Kəmalə xanımın ailəsində olaraqdan Kəmalə xanıma bir dəstək nümayiş elətdirirdi. Çünki ikisinin, mən deyərdim ki, Kəmalə xanım və Məmməd müəllim cütlüyü böyük bir tamaşaların alınmasında, fikirlərinin ortaya qoyulub, o tamaşanın ən yüksək səviyyədə təqdim olunmasında onlar birgə işləyirdilər. O ailənin içərisində, o mühitdə Əlfər müəllim də incəsənətə meyilli olur. Və doğrudan da sonradan sonraya Əlfər müəllim bir teatrşünas kimi formalaşır və bugün də teatr aləmində Əlfər müəllimin öz dəsti xətti var. Əlfər müəllim bir insan kimi, bir şəxsiyyət kimi Kəmalə xanımın və Məmməd müəllimin adlarını təsdiq edən övlad kimi özünü formalaşdırıb. Bu təsadüfi deyil ki, nüfuzun o yüksək səviyyədə olmasında Əlfər müəllimin də özünün dəsti xətti var. Təbiidir ki, Kəmalə xanımın oğlu olmaq, Məmməd müəllimin oğlu olmaq, bunlar çox böyük bir məsuliyyət tələb eləyirdi ki, Əlfər müəllim bu yolla da normal şəkildə özünü təsdiq elədi. Kəmalə xanımın qələmi çox səlisdir, tez yadda qalır. Bəzi əsərlər başlamasına qərb dramaturgiyası, ümumiyyətcə bütün piyeslərdə, şeiriyyatla olan səhnələrdə məsələn aktyor əziyyət çəkir. Amma Kəmalə xanım da elə deyildi. Niyə? Çünki bu şəxsiyyət sırf Naxçıvan teatrı ilə əlaqəli işləyirdi. Yazdığı bütün əsərlər sadalaya bilərəm, İsmət olsun, Apardı Sellər Saranı olsun, hamısı Naxçıvan teatrının ən uğurlu tamaşalarından biri olub. Kəmalə xanım belə şəxsiyyətcə çox mülayim insanıdır. Nə deyirdin inanırdı, aktyorla razılaşırdı. Bax, aktyorun uğuru onda əmələ gəlir ki, səhnədə dramaturqla, rejissorla dil tapa bilirdi. Otururdu, məsələn, bir sual veririk də, indi mən yox, əlbəttə ki, böyük sənətçilər, bəlkə bu sözü belə deyək, razılaşırdı və onun ifa tərzini öyrədirdi. Mərhum, onun həyat yoldaşı Məmməd Qasımovla birgə işi, yəni səhnə təcəssümü, rəssam kimi və dramaturq kimi rejissor Baxşı Qələndərlinin üçünün birlikdə yaratdığı o gözəl əsərlər Naxçıvan teatrının həmişə bəzək olub. Kəmalə xanımla ilk tanışlığım hələ institut illərindən olub. O vaxtları mən İncəsənət İnstitutunun Dram və Kino Aktorluq Fakültəsində oxuyurdum. Oğlu Ələkbərdən dostdudur, tələbə yoldaşımızdır və bir günlər dedi ki, anam Bakıya gəlibdir. Mən Bakıda qutardım İncəsənət İnstitutunu və məndən xahiş elədilər ki, onu mənim müəllimim Azərbaycan xalq artisti professor Rıza Təhmasovun evinə aparım. Çox maraqlı bir xatirədir bu. Bunu Ələkbərdən, bir də rəhmətli Kəmalə xanımdan başqa heç kəs bilmir. İlk dəfədir ki, mən bunu deyirəm. Və biz getdik Rıza Təhmasovun evinə. Rıza Təhmasov yoldaşı Gülsüm xala, özü də evdə idi, çox mehriban qarşıladı. Orada çox səmimi söhbətlərimiz oldu. Və mənim yaddaşımda onların o səmimi söhbətləri, mehriban söhbətləri əbədilik yadımda qaldı.
1967-ci ildən üzübəri artıq ədəbiyyatımızda Kəmalə imzası ilə tanınan şairənin Gül yarpağı, Sən olmasaydın, Arpa çayının nəğməsi, Daş piyalə, O dağlarda gözüm qaldı, Tanrıya heyranam mən, Apardı sellər saranı, Vətənə sevdalıyam, Gönçələr, Könül verdiyim ellər, Əlixan məhəlləsi, Ay ulduzlu Gülüstanım adlı kitabları nəşr olunmuşdu. Bundan əlavə Türkiyənin İstanbul şəhərində şairə dramaturqun 2002, 2003 və 2009-cu illərdə Məhsəti, Bir gül kimi və Sevdim Türkiyəni kitabları da nəşr edilmişdir. Kəmalə Ağayevanın dili gözəldir, üslubu gözəldir, asan bir üslubda yazıb. Hətta elə əsərləri var ki, sanki bunu xalq yaradıb, müəllifsiz o bayatı janrına oxşadırıq. Deyir, könül verdiyim ellər, gülün dərdiyim ellər, görəsən yerindəmi mənim gördüyüm ellər? Və belə bir sual cümləsindən müraciət edir. Kəmalə Ağayeva vətən haqqında çox qiymətli əsərləri vardı. Vətəni sevməyənlər heç vaxt ucala bilməzlər. Vətəni sevməyənlər ucalmamışdı heç vaxt. Kəmalə Ağayeva əsərlərində çox sayda hikmətli fikirlər vardı. Məsələn, mən onlara deyirəm müəllifli atalar sözləri. O qədər qiymətli fikirlər var. O, əvvəl bizdə ədəbi hissə müdürü işləyirdi ümumiyyətlə də. Məsələn, tamaşalarda gedən qüsurlardan danışırdı və həmişə də məni bəyənirdi, mənim diksiyamı bəyənirdi, məni belə xüsusi qayğı ilə yanaşırdı. Gənclərə xüsusi qayğısı vardı. Yaddaşımda əsl insan, nəcib bir qadın, kübar bir qadın belə deyim də ki, qalıbdır. Elə bir mühitdən onlar yaratmışdılar ki, teatrın özündə o vaxtları. Sanki bunlar geçsəydi, teatrda bir yarımçıq olardı, nəsə çatışmayaydı və belə bir insanlarıdır. Məhsəti tamaşasından təxminən 4 il sonra elə həmin Naxçıvan Dövlət Musiqili Dram Teatrında ədəbi hissə müdiri ştatı verildi. O da qeyd edim ki, Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən və Naxçıvan Mədəniyyət Nazirliyinin tövsiyəsi ilə məhz Kəmalə xanımın ora təyin olunması üçün o ştat ayrıldı. Bu günə qədər də o ştat da orada var, müxtəlif şəxslər orada çalışıblar. Amma Kəmalə xanım oranın ilk ədəbi hissə müdiri oldu və 22 il bu vəzifədə çalışdı. Teatrın repertuar seçimi, aktyorların tələffüzü, danışıq qaydaları, bunun hamısının bir rejissorun bir yaxın köməkçisi kimi hər bir quruluşçu rejissorun yanında oturub məşqlərə də baxırdı. Eyni zamanda teatrın Bədii Şurasının katibi kimi uzun illər deməli o Bədii Şura sənədlərinin protokollaşdırılması, sənədləşməsi işlərinə də həmişə ondan da məşğul olurdu. Kəmalə Ağayeva yeniliklərindən biri budur ki, o bizim nağıllardan Tıktıq xanımı, Göyçək Fatma nağılını, bir də Məlik Məmmədi o demək, piyes nağıl kimi səhnələşdiribdi, dramatikləşdiribdi. Belə bir iş görübdü. Kəmalə Ağayevanın poeziyada müxtəlif istiqamətlərə aid əsərləri vardı. Hətta onun uşaqlar üçün çox qiymətli əsərləri vardı. Kəmalə xanım sonralar demək olar ki, ard-arda yenə də dram teatrda da onun tamaşaları qoyuldu və daha bir ilkə imza atdı ki, 82-ci ildə Naxçıvanda poeziya teatrı yarandı. Hüseyn Cavidin anılması 100 illiyi haqqında Mərkəzi Komitə qərarında ayrıca bir bənd kimi qeyd olunurdu ki, Naxçıvan teatrı, dram teatrının nəzdində Cavid poeziya teatrı yaradılsın. Poeziya teatrının açılışı oldu və açılış da məhz Hüseyn Cavidin Uzaq Sibirdən nəşrinin gətirilməsi günü, onun saat günorta üstə dəfn olunması, doğma torpağa tapşırılmasından sonra axşam saat 7-də Kəmalə xanımın qələmə aldığı Mənim Tanrım gözəllikdir, sevgidir tamaşası ilə Cavid Poeziya Teatrının deməli təməli qoyuldu, təntənəli açılışı oldu. Poeziya teatrında ilk dəfə olaraq deməli həmin tamaşada Hüseyn Cavidin deməli bütün həyatı orada təsvir olunurdu, gənclik dövründən ta sürgün dövrünə qədər və burada da ilk dəfə Cavid obrazı ümumiyyətlə Azərbaycan teatr tarixində səhnəyə ilk dəfə məhz həmin tamaşa ilə çıxırdı. Necə ki, Məhsəti obrazı Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində ilk dəfə Məhsəti obrazı orada göründü. Eyni zamanda poeziya teatrında da Cavid obrazı, yəni Kəmalə xanım bu da xidmətlərindən biri sayılır. Kəmalə Ağayeva həm də tərcüməçi xanımdır. O fransız dil müəllimi olub ixtisasca və çox məşhur fransız şairlərinin şeirlərini Azərbaycana tanıdıbdı, tərcümə eləyibdi. Kəmalə Ağayevanın 15 kitabı işıq üzü görüb. 200-dən çox oçerki, bədii əsərləri var, nağıl pyesləri var.
Çamalə Ağayeva nəsrdə də öz qələmini sınayıbdı. Çox qiymətli oçerklər və həyatla səsləşən. Məsələn, oçerk elədir ki, Mircəlal Paşayev deyirdi ki, oçerk demək, faktlara əsaslanan hekayədir. Əslində orada bədiilik də ola bilər, lakin mütləq faktlara əsaslanmalıdır. Çamalə Ağayevanın qiymətli oçerkləri vardı. Çamalə Ağayeva bizim ölkəmizi xaricdə təmsil edən ziyalılardan olubdu. O sülh haqqında, vətən haqqında o qədər gözəl şeirlərini oxumuşdu ki, bir çox qurumlarda o Naxçıvan ziyalılarını təmsil edib. Avropa ölkələrində, Amerikada Azərbaycanı təmsil edibdi. Yəni həm də ictimai xadimdir Çamalə Ağayeva. Çamalə Ağayevanın 30-a yaxın şeirinə mahnı bəstələnib. Çox qiymətli demək mahnılardır, xalqımız tərəfindən sevilən mahnılardır. Demək onun mahnılarını çox bizim şöhrətli müğənnilərimiz oxuyublar. O hər zaman Naxçıvanı çox sevirdi. Son illərdə əlbəttə ki, o Ulu Öndərimizin qayğısı ilə, diqqəti ilə 2002-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi adına layiq görülmüşdü. Sovet dövründə isə o 84-cü ildə Azərbaycan SSR Əməkdar Mədəniyyət İşçisi adını almışdı. Və 2 ay sonra yenə də Ulu Öndərimizin qayğısı ilə, diqqəti ilə o prezident təqaüdünə layiq görüldü. Və 2004-cü ilin noyabr ayında isə möhtərəm prezidentimiz İlham Əliyevin diqqət qayğısı sayəsində Bakıda yeni tikililərin mərkəzdə olan tikililərdən birinin 3 otaqlı mənzildə deməli təmin olunmuşdu. Ona görə də son demək olar ki, ömrünün son 10 ilini o ilə Bakı şəhərində yaşamışdı. Buna baxmayaraq tez-tez Naxçıvanda olurdu. Naxçıvana həsr etdiyi çoxlu şeirləri var, poeması var. Və bunları əlbəttə ki, o böyük sevinclə qarşılayırdı. Deyirdi ki, Naxçıvanın gələcəyi böyükdür, Naxçıvan mənim doğma vətənimdir. Mən Naxçıvana gələndə tamamilə yeni bir buranın təmiz havasını, suyunu, elə bir ki, sanki yeni bir enerji alıram. Və arzu eləyirdi ki, Naxçıvan daha da inkişaf eləsin, böyüsün və eyni zamanda Naxçıvanın gəncliyi gələcəkdə Naxçıvana layiq vətəndaşlar kimi yetişsin, Naxçıvanın gözəlliyini, quruculuğunu davam elətdirsinlər, qorusunlar. Kəmalə xanım 2019-cu ilin 18 iyulunda 83 yaşında qısa sürən xəstəlikdən sonra Bakıda vəfat etmiş və burada dəfn olunmuşdu. Azərbaycan ədəbiyyatı və milli teatr tarixində ilk qadın dramaturq kimi silinməz iz qoyan sənətkarın zəngin yaradıcılığı, səhnədə canlanan əsərləri, qəlblərə yol tapan şeirləri və nəğmələri onun adını yaşadan ən dəyərli irs kimi gələcək nəsillərə ötürülməkdə davam edir.